hər bir insanın energetik olaraq ruh nəyisə istəyir. Mən indi sizə deyim. Hansısa insan dağa baxanda sakitləşir. Dağ üstündə detoks. Orada müxtəlif məqamda olan insanlar gedə bilər. Ona görə ki, onlar orada energetik olaraq dolurlar. Niyələri tez tuturlar və o depressiyadan tez çıxırlar. Var insanlar detoks mərkəz suyun qırağında. Onlar o suyun şırıltısını eşidə-eşidə, suya baxa-baxa. Görürsünüz, çox vaxtı insanlar evlərini alırlar ki, pəncərəm baxsın dənizə. Yatıb durur, dənizə baxır, sakitləşdim. Bu alov bürcləri olan insanlar, içindəki o alov var, onlara dəniz səsi, dəniz baxımı onları sakit edir. Var insan meşəni xoşlayır. Meşəyə gedib, şəlalənin səsini eşitməyə, meşənin içinə girməyə, onun ruhunu qidalandırır. Və burada sən oradan qayıdandan sonra sən vecinə də olmur, qohum səndən nə dedi, yaxud sən hansısa məqamı keçmişsən. O qədər insan dolmuş gəlir və başlayır çözməyə.